Məktəbdən qayıdan şagirdlər müəllimləri ilə birgə qəzaya düşüblər. Hadisə bugün saat 14 radələrində Ağsu rayonunda qeydə alınıb. Ağsunun Ərəb Mehdibəyli kəndi yolunda minik maşını ilə yük maşını toqquşub. Toqquşma o qədər güclü olub ki, avtomobil yararsız vəziyyətə düşüb. Hadisə baş verən zaman minik maşınında bir müəllim 5 şagird olub. Şagirdlərdən biri deformasiyaya uğramış maşında sıxılmış vəziyyətdə qalıb. Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin Ağsu Dövlət Yanğından Mühafizə Xidmətinin qəza xilas etmə əməliyyat qrupu 2 saat əməliyyatdan sonra çətinliklə də olsa əzilmiş azyaşlı uşağı xilas edə bilib. Xəstəxanaya yerləşdirilən 13 yaşlı Nureli Nihalın vəziyyəti normaldır. Qeyd edək ki, avtomobili idarə edən sürücü elə şagirdlərin müəllimi Salmanova Tərani olub. Faktla bağlı Ağsu rayon polis şöbəsində araşdırma aparılır. Ağsu Ərəb Mehdibəyli kənd yolunda yük avtomaşını ilə minik avtomaşını toqquşmuşdur. Toqquşma nəticəsində bir nəfər azyaşlı uşağın xəsarət alınması müəyyən olmuşdur. Xəsarət alan şəxs, azyaşlı uşaq, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və bizim tərəfimizdən köməkliyimiz nəticəsində avtomaşından çıxarılaraq həkim müayinəsinə təqdim olunmuşdur. Ambulator müayinə alındıqdan sonra evə buraxılmışdır.